Təranəyə halallıq verməmişəm. Onunla axirətdə görüşmək istəyirəm. Bunu bura gətirib çıxartmayaq, amma Allah qapısını açsın, oradan çıxsın. Onu qızlar gözləyir. Heç kəs bir ananın yerini verə bilməz. Bu sözləri müğənni Kərim Abbasov öz aramızda verilişində hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı açıqlamasında deyib. O bildirib ki, Təranə tez-tez ona zəng edir. Bir insan mənə ağlaya-ağlaya zəng edirsə, ona necə üz çevirim? Yardım edəcəyəm. Deməsin ki, vaxtında düz edib onu vurmuşam. Biraz etdiyi əməllərdən utansın. Onu utandırmaq üçün etmişəm. Göstərdim ki, mənə nələr çəkdirdin. Mən sənə nələr etdim. Arada zəng edir, danışırıq. Zəng edəndə maddi yardım istəyir. Başqa nə edə bilərəm? Biraz da həyat yoldaşımın təkidi ilə ona köməklik etdim.